Deməli, Heydər Əlçidir, Şlambaunlu küçədə, asfalt küçədir, bax görürsünüz burada. 12 sot torpağın içərisində 12 sot torpağın içərisində evdə var. İndi evi hesab eləmirik. Və bu giriş hissəsi, bu torpaq sahəsini 3 yerə bölmək olar. Yəni rahat 3 yerə bölünəndir. Görürsünüz. Bir dənə ən gözəl şeyi mən sizə burada qeyd edeyim. Yəni bu dekorativ ağaclar, belə lüks malikanələrin olduğu bir yerdir. Bunların hamısı öz yerində. Bir dənə bax bunu qeyd edirəm sizə. Bir dənə bu panoramaya diqqət edin. Baxın. Baxın bax bu panoramaya. Görürsünüz. Bu evin qarşısında və sağında qonşu yoxdur. Heydər məscidi başlayandan sonra birinci belə deyim də torpaq sahəsi budur. Hündürdədir, panorama şəhərdir. Bax görürsünüz. Bu da Heydər məscididir. Bundan əvvələ görürsünüz, bundan əvvələ ev yoxdur. Yolun kənarında birinci evdir. Bax bu mülkü mən sizə təklif edirəm 750.000 manata. 1, 2, 3 ev rahatlıqla çıxır burada. Dəhşətli panoraması. Sizin də satışda mənziliniz, eviniz olsa buyurun zəng edin, köməklik göstərək.